13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görmə məhdudiyyətli cüdoçuların dünya çempionatında bir idmançımız tibbi təsnifatdan keçə bilməyib. Yenavaz.com xəbər verir ki, bu barədə Oxu.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib. Belə ki, 2021-ci ildə Tokyoda keçirilmiş Paralimpiya oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhdudiyyətli cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxıb. Sumqayıt Cüdo Məktəbinin 24 yaşlı idmançısının ömürlük parajudo yarışlarına buraxılmayacağına dair qərar verilib. Stat: Tokyo 2020 yay paralimpiya oyunlarında parajudo yarışlarının keçirildiyi B1, B2 və B3 kateqoriyaları Paris 2024 yay paralimpiya oyunlarına dək olan dövrdə və Paris Paralimpiyadanın özündə kateqoriya sayı azaldılaraq J1, J2 kateqoriyaları üzrə təşkil edildi. Dəyişikliklər nəticəsində J2 kateqoriyasında olan bir çox göz xəstəlikləri siyahıdan çıxarıldı. Bu səbəbdən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası tərəfindən parajudoçularımız yenidən tibbi təsnifata cəlb edildilər. Tokyo 2020 yay paralimpiya oyunlarının qızıl medalçısı Şəhanə Hacıyeva 2024-cü ilədək J2 kateqoriyası üzrə ölkəmizi parajudo yarışlarında təmsil etsə də, müvafiq dəyişikliklər səbəbindən artıq parajudo yarışlarında mübarizə apara bilməyəcəyi dəqiqləşib. Dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün komitə tərəfindən bütün addımlar atılır. Statın sonu. Milli Paralimpiya Komitəsi qeyd edib ki, bütün idman növlərində yeni idmançı nəslinin formalaşmasında maraqlıdırlar. Stat: Komitə tərəfindən ötən il təşkil edilən Uşaq Paralimpiya oyunları, Paralimpiya çempionları ilə keçirilən ustad dərsləri və təbliğat işlərimiz bunu hesablanıb. Sevindirici haldır ki, yeniyetmə və gənc paralimpiyaçılarımız bu il məktəblər arasında keçirilən gimnaziyada idman oyunlarında, para powerlifting üzrə dünya kubokunda, beynəlxalq badminton və para taekvondo yarışlarında vətənə medallarla qayıdıblar. Statın sonu.